Salam uşaqlar, maqnit sayısı, maqnit indüksiyası bölməsinin testlərinə baxırıq. Birinci sual, ferromaqnit xassələrinin yox olduğu temperatur necə adlanır? Demək, bu doğru cavab küre temperaturudur. Üçüncü sual, şəkil müstəvisindən bizə doğru perpendikulyar istiqamətlə yönəlmiş düz cəryan maqnit sayısının induksiya xətlərinin mənzərəsi hansı şəkildə düzgün təsvir edilmişdir? Ümumiyyətlə, maqnit sayısının qüvvə xətlərinin mənzərəsi qapalı xətlərdir, burulğanlı sahədir. Qapalı qüvvə xətlərinə malik olan sahə burulğanlı sahədir. Qaydadan bildiyimiz kimi, əgər cəryan nöqtə ilə verilərsə, yəni bizə doğru yönələrsə, bu zaman induksiya xətləri saat əqrəbinin əksi istiqamətə yönələcək, doğru cavab D-dir. Biz əslində D və Y variantlarından birini seçməliydik, digər variantlar isə ümumiyyətlə uyğun gəlmir. Demək, C variantında bu induksiya xətləri, elektrik sahəsinin qüvvə xətlərinə bənzəyir, ancaq burada cəryan verilib. Deməli, D və Y variantlarından seçirik. Bu da doğru cavab olacaq. Burada Y. Sonra 5-ci sual. Maqnit sayısı induksiya vektoru modulu hansı nöqtədə ən kiçikdir? Ümumiyyətlə, maqnit sayısının induksiya vektoru induksiya xətləri sıx olan yerdə böyük, seyrək olan yerdə kiçik olur. Ona görə də seyrək olan nöqtəni seçirik. Doğru cavab C olacaq. 7-ci sual. Newton böl amper vur Tesla ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Newton böl amper vur Tesla. Biz Tesla'nı aça da bilərik, düstura da çevirə bilərik. Birinci düsturla deyəcəm IB. FM-in düsturu IBL bölünsün IB. IB-lər gedəcək, L qalacaq. L uzunluqdur, vahidi isə metrdir. Deməli, doğru cavab uzunluqdur. Vahidə çevirməyə heç ehtiyac yoxdur, çünki kəmiyyət soruşur. Kəmiyyətin vahidini soruşur. 9-cu sual. Hansı halda hərəkət edən elektronun ətrafında maqnit sayısı yaranır? Demək, hərəkət varsa, deməli, elektron hərəkət edirsə, o, deməli, öz ətrafında nə yaradacaq? Maqnit sayısı yaradacaq. Doğru cavab olacaq B. 1, 2, 3. Hər 3 halda hərəkət varsa, deməli, maqnit sayısı yaranacaq. Növbəti 11-ci sual. Hansı halda verilmiş hesablama sistemi nəzərə maqnit sayısı yaranır? Dediyimiz kimi, demək, həmin sistemə nəzərən elektron hərəkət etdikdə, proton hərəkət etdikdə, yüklü zərrəcik ümumiyyətlə hərəkət etdikdə. Onda doğru cavab olaraq seçirik 1 və 2-ni, yəni Y variantı. 13-cü sual. 13-də deyir ki, cəryanlı düz naqilin en kəsiyi təsvir olunmuşdur. Yəni, bax, bu nöqtə ilə verilən bu naqilin en kəsiyidir. M nöqtəsində onun yaratdığı maqnit induksiya vektorunun istiqaməti hansıdır? Demək, biz dedik ki, əgər cəryan nöqtə ilə verilirsə, onun ətrafında qapalı maqnit sayısı yaranır. Yəni, belə bir burulğanlı həmin nöqtədən keçməklə çəkirəm ki, yəni dəqiq biləsiniz ki, biz həmin nöqtədə axtarırıq. M nöqtəsindən keçən bu çevrəni çəkdim, qapalı xətti çəkdim və biz demişdik ki, nöqtə olanda baş barmağı özümüzə doğru yönəlirik. Çünki cəryan baş barmaq idi. Baş barmaq bizə doğru yönələndə yarı büklü 4 barmağımız saat əqrəbinin əksi istiqamətdə belə bir şəkil verəcək bizə. Ona görə də doğru cavab olacaq 1 A bəndi, 13A. Növbəti sual. 15. Yükün qapalı yolda hərəkət zamanı gördüyü sahənin işi sıfırdan fərqlidir. Yükün qapalı yolda hərəkəti zamanı sahənin işi sıfırdan fərqlidir. Ümumiyyətlə, sıfırdan fərqli olan maqnit sayısının işi olacaq. Deməli, elektrik sayısının işini çıxırıq. Sükunətdə olan müsbət nöqtəvi yükün elektrik sayısını yenə çıxırıq. Sükunətdə olan mənfi yükün elektrik sayısı çıxırıq. Sükunətdə olan yüklü kürənin elektrik sayısını çıxırıq. Burada doğru olan yalnız B variantı maqnit sayısındadır. Maqnit sayısında, deməli, yükün qapalı yolda hərəkət zamanı sahənin işi sıfırdan fərqlidir. Yalnız maqnit sayısında. 17-ci sual. Watt vur saniyə bölünsün amper vur kvadrat metr ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Watt vur saniyə bizə joule verəcək. N bərabərdir. Watt gücün vahididir. N bərabər A bölü T-dən A-nı tapanda NT olacaq. Deməli, watt vur saniyə, deməli, NT yazaq. Watt vur saniyə onda belə çıxır ki, joule-dur. Joule-da açırıq. Yaza buram. Joule böl amper vur metrin kvadratı. Joule-un da açılışı Newton vur metrdir. Efes düsturundan gəlir o da. Amper kvadrat metr xısar gedir. Qalır Newton böl amper vur metr. Bu da demək FM bölünsün IL düsturu, yəni induksiya vektorunun düsturudur. Maqnit sayısının induksiyası. Maqnit induksiyası 19. Cəryanlı kontur şəkil müstəvisində yerləşir.
O nöqtəsində induksiya vektorunun istiqamətini göstərin. Demək, O nöqtəsində maqnit induksiya vektorunun istiqaməti. Naqildən cərəyan bu istiqamətdə axır. Biz də demişdik ki, deməli, cərəyanın istiqamətini biz müxtəlif nöqtələrdə götürsək, deyək ki, bu istiqamətdə cərəyan aşağıdır. Bu nöqtədə kənarda. Aşağı olanda biz yenə də sağ əl qaydasına müraciət edirik. Demişdik ki, baş barmaq cərəyan istiqamətindədir. Ümumiyyətlə, cərəyana fikir versəz ki, saat əqrəbinin əksidir. Onda biz bilirdik ki, nə zaman mümkün idi bu? Maqnit induksiyası nöqtə şəklində verilərsə. Bunu bu şəkildə də müəyyən etmək olar. Daha doğrusu, yox, saat əqrəb istiqamətdə isə x-dir, x-dir. Yəni, biz maqnit induksiyasını x versək, indi əlinizi x ilə tutub, demək, baş barmağınızı, daha doğrusu baş barmağınız aşağı yönəldə bizim yarı büklü 4 barmağımız bizdən çıxan şəkil istiqamətdə olacaq. Yəni bu nə deməkdir? Maqnit induksiya xətlərinin istiqamətinin x ilə verilməsi deməkdir. X çıxışdır bizdən kənara doğru. 21. Qüvvə xətləri şəkildə təsvir edilən bir cisim maqnit sahəsinin təsiri ilə sərbəst fırlana bilən maqnit əqrəbi hansı vəziyyət alar? Deməli, maqnit induksiya xətlərinin istiqaməti bilirik ki, həmişə n-dən s-ə yönəlir. N deməli belə aşağıda, S yuxarıdadır. Onda əqrəbin S qütbünü N özünə çəkəcək, N tərəfi isə S özünə çəkəcək və nəticədə əqrəb bu vəziyyət alacaq. Digər variantlar yanlışdır. Doğru cavab olacaq A. 23. Düz cərəyanlı naqilin maqnit sahəsi A nöqtəsi yerləşdirilmiş, sərbəst dönə bilən maqnit əqrəbinin vəziyyəti hansı şəkildə düzgün təsvir olunmuşdur? Naqildə cərəyan şəkil müstəvisinə perpendikulyar istiqamətdə bizə doğru yönəlmişdir. Deməli, biz birinci növbədə maqnit induksiya xətlərinin istiqamətini təyin etməliyik. Yenə də sağ əl qaydasına müraciət edirik. Cərəyan nöqtə verib, yəni cərəyan şəkil müstəvisindən bizə doğrudur. Əlinizi elə tutursunuz ki, baş barmağınız özünüzə doğru yönəlir. Bu zaman yarı büklü 4 barmaq maqnit induksiya xətlərinin istiqamətini verir. Və yaxud da bir qayda olaraq yadda saxlaya bilərik ki, deməli, cərəyan nöqtə ilə verilərsə, maqnit induksiya xətlərinin istiqaməti saat əqrəbinin əksi olacaq. Yəni, bax, bu A nöqtəsindən maqnit sahəsi çəkirəm və maqnit sahəsi induksiya xətlərinin istiqaməti məhz bu şəkildə çevrə yaradacaq. İndi mən baxıram nəyə? Artıq mən bildim ki, maqnit induksiya xətlərinin istiqaməti saat əqrəbinin əksinədir. Sonra o həmin A nöqtəsində B vektorunun istiqamətini çəkirəm. Bildiyimiz kimi B istiqaməti N-dən həmişə S-ə yönəlir. Gəlin qeyd eləyək buradan. Deməli, onda belə çıxır ki, maqnit induksiya vektorunun istiqaməti belədirsə, aşağı N, yuxarı S-dir. Əqrəb isə elə vəziyyətdə durmalıdır ki, əqrəbin deməli N qütbünü S özünə çəkməlidir. Yuxarı deməli N, yuxarı N, aşağı S olmalıdır. İndi gəlin görək, burada həmin hansı şəkildə, bu şəkildə, məsələn, A variantında doğru deyil. Çünki S-lə S üstə düşür. Bu doğru deyil, yanlışdır. Ona oxşar variant bir də C-də var. Deməli, C-də həqiqətən də maqnit induksiya vektorunun istiqamətini çəksək, B şəkil bu şəkildə olacaq, yuxarı olacaq. B N-dən çıxır S-ə yönəlir. İnduksiya xətlərinin istiqaməti qayda olaraq belədir. Deməli, əqrəbin S-ni N özünə çəkəcək, maqnit induksiya xətlərinin N qütbü özünə çəkəcək, N isə S özünə çəkəcək və nəticədə C variantında olduğu kimi bir cavab alınacaq. Bax, bu şəkildə istəyirsiniz. Bunu kənarda bir daha belə bir şəkildə qeyd edeyim. A nöqtəsi belədirsə, A nöqtəsində bunun ətrafına bir maqnit sahəsi yaranır və maqnit induksiya vektoru bu şəkildə yuxarı yönəlir. Biz də bilirik ki, maqnit induksiya xətlərinin istiqaməti həmişə N-dən S-ədir. Əqrəb onda elə vəziyyətdə durmalıdır ki, əqrəbin N-ini S özünə çəkəcək, S-ni N. Maqnit sahəsini S tərəfi özünə çəkəcək və nəticədə S-ə yaxın yerdə N, N-ə yaxın yerdə S dayanacaq. Başqa sözlə, oxla, deməli, oxla N üstə düşməlidir. Bax, belə şəkildə də yadda saxlaya bilərsiniz. Növbəti sual 25. Bizə deyir ki, şəkil müstəvisinə perpendikulyar yönəlmiş cərəyanlı naqilin maqnit sahəsi induksiya xətlərindən ikisi təsvir edilmişdir. Deməli, 2 və 3 yerləşən xətlər, bir də 1 və 5 yerləşən. Hansı nöqtədə maqnit induksiya vektoru modulca ən kiçik olub yuxarı yönəlmişdir?
Deməli, cərəyan yenə nöqtə ilə verilib, i nöqtə ilə verilib. Nöqtə ilə verilməsi o deməkdir ki, maqnit yüksək xətlərin istiqaməti saat əqrəbin əksinədir. Deməli, saat əqrəbin əksinədirsə, maqnit sayısının və xətlərini belə çəkmək lazımdır. İndi bizdən soruşur ki, ən kiçik olub. 4-də də həmin yüksək xətlərini çəkirəm, 1-də də çəkirəm, 5-də də çəkirəm. Bu şəkildə olacaq. Biz ən kiçiyini axtarırıq. Kiçik və ya böyük olduğunu necə müəyyənləşdiririk? Demək, B-nin düsturu, maqnit sayısı induksiyası məsafə ilə olan bir düstur var. -0 i bölünsün 2 pi r. Yəni burada r cərəyan naqildən maqnit sayısının verilən nöqtəsinə qədər məsafədir. 3 və 4-ü müqayisə etsək, 4 məsafəsi çoxdur. 4-ün məsafə çox olanın B-si ən kiçik olacaq. Deməli, burada doğru cavab olacaq. Ən kiçik olub və yuxarı yönəlir. Və yuxarı yönələn də elə 4-dür, ən kiçik olan da 4-dür. Doğru cavab olacaq B. 27. Cərəyanın istiqaməti şəkil müstəvisindən bizə doğru yönəlmiş. Cərəyanın naqilinin ətrafında yerləşdirilmiş sərbəst dönə bilən maqnit əqrəblərinin 1, 2, 3 kütlərini müəyyən etmək lazımdır. Deməli, cərəyan istiqaməti nöqtə ilə verilmişdir. Nöqtə ilə verilibsə, bu deməkdir ki, saat əqrəbin əksinə fırlanır. Maqnit sayısının istiqaməti bu şəkildə yönəlir. Gəlin, həmin maqnit əqrəbi olan yerlərdə B induksiya xətlərinin istiqamətini çəkək. Və çəkdik, bu şəkildə aldıq. İndi bizə lazımdır ki, 1, 3, 2, 3 kütlərini müəyyənləşdirək. Bayaq qayda çıxardıq ki, deməli, B istiqaməti ilə oxla n üst-üzə düşməlidir. Deməli, onda bura n olmalıdır. Bura n-dirsə, oxla n eyni istiqamətdə olsa, onda 1-ə s düşəcək. Demək, oxla n eynidirsə, 3-ə də s düşəcək. Doğru cavabı seçirik. Deməli, 1-də s olan iki variantdır, ya C ya D. Sonra 2-yə n, 3-ə s. Doğru cavab olacaq 27-də D bəndi. 28-ə də baxaq. Deyir ki, yerə nəzərən sükunətdə olan müsbət yüklü bir kürəciyi və sərbəst düşə bilən iki kürəciyi üçün Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bir kürəciyi ətrafında elektrik sahəsi yaradır. Biz bilirik ki, yüklü zərrəciklərin ətrafında elektrik sahəsi yaranır. Demək, onda birin ətrafında, bir sükunətdədir, onun ətrafında elektrik sahəsi yaranır. İki hərəkətdədir, ona görə də onun ətrafında demək, həm elektrik, həm maqnit sahəsi yaranır. Ona görə də elektrik və maqnit, bura yazacağım, maqnit, hər iki sahə yaranır burada. Onda belə çıxır ki, bir ətrafında elektrik sahəsi yaranır. Birinciyə uyğundur nə? Ətrafında sahə, onda elektrik sahəsi yaranırsa, elektrik sahəsi burulğanlı deyil. Burulğanlı deyil variantı 4-dür. Onda 1-ə 4 seçirim. Ya A-dır, ya D-dir. Sonra keçirik 2-yə. 2-yə deməli, iki kürəciyin ətrafında maqnit sahəsi yaranır. Deməli, 2-yə onda seçirəm 2-ni. Və yaratdığı sahə burulğanlıdır. Maqnit sayısının, demək, maqnit sayısının ətrafında yaranan sahə burulğanlı olur. Bunu da yadınızda saxlayırsınız ki, 3. İndi gəlirik, demək, 2-ni, 3-ü seçdik. 4-ü də seçmişdik. 4 1-ə idi. Qaldı bizdə 1. 1 isə hər ikisinə aiddir. Çünki elektrik sayısı hər iki variantda doğrudur. Ona görə də 1-i seçdim ortaya. 1 ortada. 3-ə 1. 3-ə 1. Sonra deməli 2-yə 2, 3. 1-ə isə 4. Deməli, doğru cavabımız olacaq A bəndi 28 A. Sonra demək, burada yenə 29-da uyğunlaşmadı. Özünüz seçərsiniz. 30. Düz maqniti 3 bərabər hissəyə bölünərsə, 1 və 2 uclarında hansı qütblər yaranar? Deməli, biz maqniti necə yerə bölürük bölək? Həmişə onun 2 qütbü yaranacaq. Dediyimiz kimi, maqnit yalnız bir qütbdən ibarət, maqnit almaq mümkün deyil. Və sıralamada ardıcıl şəkildə olacaq. 1N, 2S. N bir ucunda N, 2 ucunda isə S. Devam. 31. Eyni cərəyanın naqillərin kəsikləri təsvir göstərilmişdir.
A nöqtəsində yekun maqnit yüksək vektorun istiqamətini soruşur. Biz dedik ki, bayaq maqnit sayısının əgər demək cəryanın istiqaməti nöqtə ilə verilibsə, bu deməkdir ki, saat əqrəbinin əksinədir. Deməli, onda bunu birinci qeyd edək. B1 bu istiqamətə yuxarı yönələcək. İkincidə isə saat əqrəbinin istiqamətində cəryan yaranacaq. Çünki daha doğrusu maqnit sayısı yaranacaq. Çünki cəryan x ilə verilir. Cəryan x ilə verilməsi o deməkdir ki, baş barmağımız bizdən qarşıya tərəfdir. Şəkil müstəvisinə doğrudur. Yarıbükülü 4 barmağımız isə saat əqrəbi istiqamətdə yönələcək. Bunda belə çıxır ki, B2 də belə yönələcək yuxarı. Və hər ikisi də yuxarı yönəldiyi üçün yekun yüksək vektorun istiqaməti yuxarı olacaq 31B. Davam edirik 33-lə. 33-də nə istəyir bizdən? Daha doğrusu 32-yə də baxaq. Deyir, naqildən axan dairəvi cəryanın yaratdığı maqnit sayısı induksiya vektoru halqanın mərkəzində hansı istiqamətdə yönələr? Halqanın mərkəzində, deməli, cəryanın istiqamətini bilirik ki, saat əqrəbinin, deməli, cəryanın istiqaməti saat əqrəbinin əksi istiqamətdədir. Biz yenə də bu dəfə cəryanın istiqaməti biz bildiyimiz kimi baş barmaq cəryan istiqamətində yönələndə yarı büklü 4 barmaq maqnit yüksəsinin istiqamətini göstərməlidir. Demək, baş barmağı yuxarı yönəltsək, onda maqnit induksiya xətlərinin istiqaməti bizə doğru yönələcək. Yəni, yarı bükülü 4 barmağımız bizə doğru yönələcək. Əlinizi tutaraq bunu tətbiq edə bilərsiniz. Onda maqnit perpendikular şəkil müstəvisindən bizə doğru yönələn variant, doğru variant Y olacaq. 33. Hansı ifadələr doğrudur? Cəryanlı düz naqili bir vəziyyətdən iki vəziyyətinə gətirsək, A nöqtəsində 1. Maqnit yüksək vektorunun istiqaməti dəyişməz. Gəlin baxaq, bir vəziyyətində olanda maqnit yüksək xətlərinin istiqamətini təyin etmək lazımdır. Deməli, yenə də baş barmağımızı yönəltdiyi bu istiqamətdə, yarı bükülü 4 barmağımız isə, yəni belə təsəvvür edin ki, baş barmağımız bu istiqamətdə gedir, yarı bükülü 4 barmağımız bizə doğru yönələcək. Onda, deməli, A nöqtəsində əvvəlcə B istiqaməti bizə doğru. Sonra onu 2 vəziyyətinə gətirirəm. 2 vəziyyətinə gətirəndə isə yenə də baş barmağımız bu istiqamətə yönələndə yarı bükülü 4 barmağımız, deməli, baş barmağı yuxarı yönəldirik. Həmin nöqtədə demək, yarı bükülü 4 barmaq buradan bizə doğru yönəlir. Burada isə x ilə olacaq. İkinciyə aiddir bu. İkincidə x olacaq maqnit yüksək xətlərin istiqaməti. Deməli, birinci nöqtə idi, sonra x oldu. Demək, istiqamət nədir? Dəyişdi. Onda istiqamət dəyişirsə, istiqamət əksinə həm də dəyişdi. Ona görə də 2-ni seçirik. Sonra maqnit hissəsinin qiyməti artar. Artıb azaldığını necə müəyyənləşdirək? Bilirik ki, B-nin düsturu μ 0, i bölünsün 2 pi-dir. 2 pi düsturuna müraciət edirik. Burada əvvəlcə bu şəkildə siləcəm. Əvvəlcə maqnit hissəsinin nöqtədən olan məsafəsi, yəni cəryan naqildən olan məsafəsi əvvəlcə 1 dama idi. Sonra 2 vəziyyətinə gələndə məsafə artdı. Məsafə artdısa B neyini azalar? Ona görə də doğru cavab olacaq 2 və 4. Yəni variant A. 30 deməli neçə? 34-də də baxaq, 34 fərqlidir. Deyir ki, kvadrat formasında yerləşdirilmiş naqillər sabit cəryan mənbəyinə qoşularaq birciz maqnit sayəsində yerləşdirilmişdir. AB naqilinə təsir edən amper qüvvəsinin istiqaməti şəkil müstəvisində yuxarı yönəlib. AB-də. Deməli, AB-də istiqamət verilib, amper qüvvəsinin istiqaməti yuxarıdır. AB-də. Amper qüvvəsinin istiqaməti yuxarıdır. Digər naqillərə təsir edən amper qüvvəsinin və maqnit sayəsinin istiqaməti necə yönələr? Demək, birinci növbədə cəryan istiqamətini təyin edirik. Cəryan müsbətdən mənfiyə istiqamət şərti olaraq belə qəbul olunur. İyini təyin edirik. İyini tapandan sonra sol əl qaydası tətbiq olunacaq. Bilirik ki, amper qüvvəsinin istiqaməti artıq sağ əldəyik. Sol əl qaydası təyin olunur. Sol əli maqnit sayəsində elə yerləşdirmək lazımdır ki, 4 barmaq cəryan istiqamətində yönələndə, təxmin belə bir şəkil çəkdim. 4 barmaq, yəni 4 barmağımız cəryan istiqamətini yönələndə 90 dərəcə açılan baş barmağımız deməli amper qüvvəsinin istiqamətini yönələcək. Deməli biz əlimizin içərisini görürük. Onda əlimizi bu şəkildə elə tutmalıyıq ki,
əlimizin içini görək, yəni x-lədir. Onda belə çıxır ki, bizim maqnit sahəmiz demək x-lədir. Bütün sahənin özü kvadrat naqili yerləşən maqnit sayısı x-lə verilmişdir. Ondan sonra növbə ilə digər istiqamətdəki amper və digər hissələrdəki amper qüvvəsinin istiqamətini təyin edə bilərik. Demək, birinci digər naqillərdə amper qüvvəsinin maqnit sayısının istiqamətini soruşur bizdə. Bir maqnit sayısı bizdən şəkil müstəvisinə doğru istiqamətlənmişdir. Doğrudan da x-lə əlimizin içərisini gördük, x-lədir. Çünki bizdən çıxmalıdır induksiya xətləri. Biz əlimizin içərisini açmalıyıq, 4 barmaq cəryan istiqamətinə yönəlməlidir. Onda deməli doğru cavablardan biri olacaq. Demək 34-də 1 perpendikulyar şəkil müstəvisinə perpendikulyar istiqamətdə bizdən x aldıq, bizdən 1 doğrudur. Sonra keçirin növbə ilə digər hissələrə. Yəni BC hissəsinə, BC-yə baxaq. Demək, dedik cəryan bu istiqamətdə axır. Qırmızı ilə göstərək. Deməli, cəryan istiqaməti bu şəkildədir. Sonra əlimiz x-dir, əlimizin içərisini görürük. 4 barmağı indi cəryanın istiqamətində, yəni yuxarı yönəldirik. 4 barmaq cəryanı, yəni yuxarı yönələndə cəryan istiqamətə yönəldir. 90 dərəcə açılan baş barmağımız deməli yönəlməlidir. Demək, sola yönələcək. BC hissəsində sola yönəlir. Demək, doğru cavablardan biri də 4-dür. Sonra CD hissəsinə baxıq. CD hissəsində cəryan istiqamətini sola verib. Biz əlimizi yenə də tuturuq. 4 barmağı cəryan istiqamətə yönəldəndə 90 dərəcə açılan baş barmağımız aşağı yönələcək. Ona görə də 1, 4 və 6 doğru cavab olacaq B. Sonra 35-ci sual. Bunlar fərqlidirlər. Ona görə də bu sualları izah edirəm. Deyir ki, bircəs maqnit sayısı induksiya xətləri perpendikulyar istiqamətə yerləşdirilmiş cəryan naqili göstərmişdir. Cəryan naqilinin aktiv hissəsinin uzunluğu maqnit sayısında qalması şərti ilə hansı hallarda cəryan naqili təsirinin amper qüvvəsinin qiyməti dəyişməz. Deməli, qiyməti maksimumdur. Çünki indiki hal-hazırda maksimumdur. Çünki İB-yə perpendikulyardır. Biz də bilirik ki, amper qüvvəsinin maksimum olması üçün İB sinus alfada sinus ən böyük qiymətini 90 dərəcədə alır. Ona görə də bu halda bu şəkildə birinci halda maksimumdur. İndi biz saat cəryan naqili bir istiqamətində 90 dərəcə döndərsək, yəni bu naqil bu şəkildə duracaq. Yəni bu vəziyyətdə olanda da demək, cəryan naqili ikinci vəziyyətdə olanda, yəni 90 dərəcə dönəndə də yenə də I ilə B bir-birinə perpendikulyar olur. Ona görə də fırlanma istiqamətində çevirdikdə, fırlanma istiqaməti 90 dərəcə çevirsək, saat əqrəbinin fırlanma istiqaməti 90 dərəcə döndərsək, yəni bu çəkdiyim kimi yönəltsək, yenə də İB-yə perpendikulyar olacaq. Ona görə də bir doğrudur. Burada dəyişməyəcək. Sonra saat əqrəbinin əksinə 90 dərəcə döndərsək, yəni bu şəkildə də döndərsək, yenə də İB-yə perpendikulyar olacaq. Ona görə də 2 də doğrudur. Amma bizdən şəkil müstəvisi istiqamətində 90 dərəcə döndərsək, onda bizdən şəkil müstəvisi elə bir x-lə cəryan eyni istiqamətdə olacaq. Hər ikisi x kimi olacaq. Yəni, maqnit xətlər də bizdən şəkil müstəvisinə, cəryan da bizdən. Ona görə də yanlışdır. Burada dəyişəcək 0 olacaq. Çünki paralel olacaq xətlər bir-birinə, I ilə B xətləri. 4-də də həmçinin bizə doğru da yönəlsək, yenə də paralellik alınacaq. Ona görə də yanlışdır. 3, 4, doğrudur 1 və 2 D bəndi. 35D. Davam edirik. 37, 36 da fərqli sualdır. Gəlin bunların hamısına baxaq. Maqnit əqrəbləri sabit maqnitin ətrafındakı şəkildəki vəziyyəti alıblar. Sabit maqniti saat əqrəbi istiqamətinə 90 dərəcə fırlatsaq, maqnit əqrəblərinin vəziyyəti necə olar? Maraqlı sualdır. Deməli, burada demək, əqrəb bu vəziyyətdə durubsa, onda gəlin ilkin vəziyyəti araşdıraq. İlkin vəziyyətdə onda belə çıxır ki, biz demişdik ki, həmişə əqrəb elə vəziyyət alır ki, N tərəfdə maqnit sayısının S-i N-i çəkir özünə. S N qütbünü çəkir, cəzb edir. Yəni, onda bu isə S-dir, bura N-dir. İndi biz bunu döndərdik, 90 dərəcə fırlatdıq.
saat əqrəbi istiqamətdə. Yəni belə fırlatmışıq. Onda gəlib S, indi növbəti sonrakı hissəni S-i sonrakı ikinci vəziyyəti yaşılla göstərəcəm. Buranı N belə bir şəkil alacaq. İndi soruşur ki, bəs əqrəb hansı vəziyyətləri alar? Deməli, N bura, S buradırsa, N sol, S sağdırsa, onda əqrəbin S fırlanıb N-in yanında duracaq. S bu şəkildə olacaq. N bu şəkildə olacaq. Onda belə çıxır ki, birinci A əqrəbinin S duracaq sağda, N-i solda. Yəni ya A-dır, ya B-dir. İki variantdan biridir. İndi keçirik növbəti hissəyə. İkinciyə baxaq. İkinci də, deməli, bu belə vəziyyəti alıbsa, ikinci halda S sağda, maqnit sayəsində S sağda, N-i soldadırsa, onda əqrəbin vəziyyəti bu şəkil almalıdır. S tərəfdə gəlib N tərəfdə S olmalıdır. Onda demək doğru cavab olacaq sağda N, əqrəbin sağında N, solunda S olmalıdır. Doğru cavab B. Sonra 37-ci sual. İpdən asılmış hər bir maqnit yalnız öz altındakı maqnitlə qarşılıqlı təsirdədir. Yəni digərlərlə qarşı təsirdə deyil. Bütün maqnitlər eynidir. İpdə yaranan gərilmə qüvvələri üçün T1 kiçik T2, T3-ə bərabər olarsa, maqnitlərin 1, 2 və 3 ilə işarələnmiş hissələrin qütblərini müəyyən etmək lazımdır. Deməli, T1 bunların hər ikisindən kiçikdirsə, deməli, bu ipdə az gərilmə yaranıb. Onda bunun az gərilməsi üçün əvvəlcə, gəlin belə düşünək də, bunu yer tərəfindən bir cəzb edən qüvvə var. Bütün hamısında mj ağırlıq qüvvəmiz var. Bu ipin gərilmə qüvvəsinin ipin gərilmə qüvvəsi bu şəkildədir. İndi bu ipin gərilmə qüvvəsi əslində TMJ bərabərdir. İndi mən bunun burada amper qüvvəsini, yəni maqnit qüvvəsini necə yönətməliyəm ki, ipdə gərilmə qüvvəsi azalsın. Yəni T1 bərabər olsun, MJ çıxılsın, F amper olsun, F maqnit olsun. Onda demək, F maqnit qüvvəsi yuxarı yönəlməlidir ki, T1 azalsın, MJ can bərabər olsun. Onda demək, bura N-dir, bura S-dirsə, onda bizdə bu ipin gərilmə qüvvəsinin demək, azalması üçün bu maqnit itələnməlidir. İtələnməsi üçün onda bura N olmalıdır. Onda N olan variantlar ya C, D, Y variantlarından biridir. Keçirik indi bu ikinciyə. İkincidə T2 ilə T3 bir-birinə bərabər olmalıdır. Onda belə çıxır ki, onların hər ikisində ip aşağı yönəlməlidir. Yəni, maqnit daha doğrusu aşağı çəkilməlidir, cəzb olunmalıdır. Onda gəlin şəklə diqqət yetirək bir dənə. Burada nə vermişdi? Bu hissəsini görün, burada nə verib? Hə, buranı S verib. Onda cəzb olunması üçün onda 2 nə olmalıdır? N olmalıdır ki, bunu özünə çəkə bilsin. MJ bir də maqnit qüvvəsi. Eynən, burada N-dirsə, onda bura 3S olmalıdır ki, yenə də maqnit aşağı yönəlsin və ipi gərsin. Doğru cavab olacaq onda Y bəndi. NS. Sonra 38. Bir hansı ifadələr doğrudur? En kəskin təsvir edilmiş cəryanın düz naqilin ətrafında yaranan maqnit sayısı induksiya vektoru göstərilmişdir. İnduksiya vektoru yönəlmişdir. A-da X ilə verilərkən biz demişdik ki, sadə əqrəbi istiqamətə fırlanır. A-da olacaq onda sağa, A nöqtəsindən sağa 1 doğrudur. B nöqtəsində isə yuxarı 1 və 4. Doğru cavab olacaq 1 və 4. Sonra burada 39 da maraqlıdır. Üfüqi səth üzərindəki dayağa bərkidilmiş 3 eyni sabit maqnitlərdən bərabər məsafədəki A nöqtəsində dəmir cisim yerləşdirilib. Yəni, burada bir dəmir cisim yerləşdirmişik. Bilirik ki, dəmir maqnit tərəfindən cəzb olunur. Dəmir cismə təsir edən əvəzləyici və hansı istiqamətdə yönələr? Deməli, belə çıxır ki, S dəmiri özünə tərəf daha doğrusu bu maqnit özünə tərəf cəzb edəcək. Bu maqnit özünə tərəf cəzb edəcək. Bu maqnit də özünə tərəf cəzb edəcək. Burada demək, məsafələr eyni olduğuna görə bunlar arasında qarşı təsir qüvvələri eynidir. Onda deməli, sağ və sol qüvvələr bir-birinə bərabərdir, bir-birini tarazlaşdırdığı üçün demək, burada əvəzləyici qüvvə 0 olacaq. Yalnız qalacaq bunu aşağı çəkən qüvvə. Yəni 39'da doğru cavab aşağı yönələr 4.
Bir də 41-ə baxırıq. 40 bayaq işlədiyimiz tipdəndir. Deməli, sabit maqnitin qüvvə xəttlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sayısı induksiya vektorunun istiqamətləri üçün uyğunluğu müəyyən edin. Birinci, deməli, maqnit sayısı induksiya xəttlərinin istiqaməti görürük. N-dən S-ə yönəlir. N-dən S-ə yönəlibsə, bax, belə şəkildə olacaq. K nöqtəsində yuxarı, K-ya yuxarı, 1-ə D, demək, L nöqtəsində aşağı, C, demək, M nöqtəsinin 3-cü verir, M nöqtəsində isə sol tərəfə yönələcək B, D, C, B. Doğru cavab olacaq D, C, B.